Əlçatan Texnoloji YouTube kanalından hər kəsə salam dostlar. Dostlar, çoxdandır mən yox idim, amma artıq gəldim və yeni bir video ilə gəldim. Bu video nədir? YouTube'a resim içində resim özelliği gəlib. Mən bu funksiyanın necə işlədildiyini və necə söndürə bilərik, bu haqda ətraflı məlumat verəcəm. Nədir bu funksiya? Bunu da deyim qısaca. YouTube Premium'da bu funksiya var idi, amma artıq pulsuz istifadəçilər üçün də gəlib. Video oynatırıq və ana ekran düyməsinə basırıq, çıxış edirik ana ekrana. Onda yenə də video oynatımı davam edir. Gəlin YouTube'u açaq. YouTube. Burada artıq video açıqdır. Mən bunu öncədən elədim ki, reklam çıxmasın. Ekrana 2 dəfə 2 barmağımla toxunaraq mən bu videonu açacağım. Ana sayfa. Only ana ekranı. Gördüyünüz kimi video hələ də davam edir. Video oynatıcı. Burada video oynatıcı var. Genişlet. Kapat. Yeniden boyutlan. Depola. Depola. Bu depola niyə belə çevrilib də bilmirəm. Bu əslində oynatmanı duraqlatır. Depolama. Bunu eləsəm devam edəcək. Depola. Depola elədim ki, yenə dursun, video oynamasın. Yeniden boyutlandır. Bu daha çox görənlər üçündür. Mən bunun fərqini görə bilmədim. Kapat. Kapata bilərəm. O zaman video bağlanacaq tamamilə. Genişlet. Genişlet eləsəm də YouTube'a qayıdacağam. Bax görürsüz. YouTube. YouTube'a qayıtdıq. Ana sayfa düğme. Mən belə oynatmağı açdım. Only ana Yine. video oynatıcı. Metin tanıma ve çevir. Eğilenler genişlet. Kapat. Yeniden boyutlandı. Depola. Depola elədim burada və Kapat. kapat. Gördünüz? Yoxdur burada. Mesajlar. Hətta Donanım düğme. Son uygulamalar. YouTube. görürsüz, son uygulamalarda YouTube var. Amma mən bunu eləməsəydim YouTube heç son uygulamalarda göstərməyəcəkdi. YouTube. Daxil oluruq bura. 10 saniye video oynatıcı. Yine görürük burada video oynatıcımızı. Ya da buradan bir tane Son çıkarıp, uygulama seçili. Popüler seçili değil. Abonelikler. Yeni içerik küçültülmüş oynatıcı. bak bu var. Küçültülmüş oynatıcı. Küçültülmüş oynatıcı. Videoyu oynat düğme. Küçültülmüş oynatıcıyı kapat düğme. Ya da bunu eləyə bilərsiniz. Amma məncə diğer də çox rahatdır. Yox, deyək bu funksiyalar heç bir sizə lazım deyil. Çünki bu WhatsApp'da mesaj falan yazarkən çox müşat eləyir. Amma yenə də dediyim kimi, əgər o göstərdiyim yerdən bağlasaz, onda müşat eləməyəcək. Bağladıq. Buradan kapat dedim. Siz düğme seçildi. Sizə daxil oluram. YouTube. Burada Çiz selfie video düğme. El çatan teknolojiye ayarlar düğme. ayarlar. Ayarlara daxil olaq. Ayarlar. Satın alınan fatura tüm geç. YouTube'da gizlilik. Bağlı. Test aşam. Video kalite. Oynatma. Oynatma. Mən tez-tez getdim ki, vaxt getməsin. Oynatmaya daxil oluruq. Yukarı. Oynatma. Sonraki video 2 kez dokunmayla atlanır. Yakınlaştır. Ekranı kaplasın. Ekran içinde ekran açık video izlerken ana sayfa düğmesine dokunursanız bu video diğer uygulamaların üstünde küçük bir oynatıcıda oynatılmaya devam eder. Gördünüz? Özü də deyir nə işə yaradı bu funksiyanın. Bunu bağlayırıq Kapalı. və artıq bir video izlədiyimizdə ana ekran düyməsinə bastığımızda video davam etməyəcək. Kısa bir videomda bunu sizlərə göstərməyə çalışdım. Ümid edirəm ki, faydalı oldu. Videomuzu bəyənməyi və kanalımıza abunə olmayı zəhmət olmasa unutmayın. Yeni bir videoda görüşmək ümidiyle.